Əzizlərim, kimlər məni çoxdan izləyirsə, bilir ki, mən nə isə deyirəmsə edirəm. Uşaqlar, bilirəm ki, bir çoxlarının imkanı yoxdur müəllim yanına yazılmağa. Onun üçün mən əlimdən gələni edirəm. Necə? Yəni, səhifədə aşağıda qeyd eləmişəm. O səhifəmdə gündə bəlkə də 3-4 dəfə canlı yayım açıram. Minimum 2 dəfə canlı yayım açıram. Gəlirsiniz, kim gəlirsə adi canlı yayımlara gələrək nə qədər rus dilində söz öyrənənlər, düzgün danışmağı öyrənənlər var. Özləri mənə çox sağ ol deyirlər. Mən də sizə çox sağ ol deyirəm ki, daima izləyirsiniz. Minnətdaram. Bundan əlavə, fərdi şəkildə öyrənə bilmirlər, amma kaş ki elə bir kitab olaydı ki, mən mütəmadi olaraq oxuyardım, gündə heç olmasa 5-10 dənə cümlə öyrənərdim. Belə bir kitab olardı, nə gözəl olardı deyirsiniz. Bax, elə belə bir kitabı mənim yeni bir kitabımdır. O kitabı sizin üçün çıxartmışam. Yəni çox sərfəli və sərfəli qiymətə, sadəcə 10 manata bu kitabı elektron variantda əldə edin. İnanın ki, mənə çox sağ ol deyəcəksiniz. 25 mövzu müzakirə olunub. Həmən o mövzularda qeyd olduğunuz yerdə nəyinsə sözlərlə, hansı suallarla rastlaşa bilərsiniz, onların hamısı var. O suallara necə cavab verə bilərsiniz, onların hamısı var. Bəzi yerlərdə necə dialoq apara bilərsiniz, onlara kimi düşünmüşəm. Niyə əldə etməyəsiniz axı? Yəni bunu niyə özünüzə qıymayasınız axı? Yəni bu şərait var. İnanın ki, o 10 manata nə düşür? Bir düşünün. Amma gələcəyə olan qapınızı aça bilərsiniz. Əgər tənbəl deyilsinizsə, mütəmadi olaraq çalışsanız, günə heç olmasa 15 dənə cümlə öyrənsiniz. Bu bir aya görə nə qədər cümlə deməkdir? Bir ilə nə qədər cümlə deməkdir? Bu günə kimi sadəcə oturmusunuz, öyrənməmisiniz. İndən belə bu kitab nə qədər sizə kömək edə bilər. Ona görə mütləq şəkildə bu kitabı əldə edin. Gözləyəcəm. Necə, harda əldə edə bilərsiniz? Aşağıda məlumat vermişəm.